Martın 14-də Heydər Əliyev mərkəzində Belaruslu heykəltaraş Andrey Astaşovun Qızıl Gülün Sirri sərgisinin açılış mərasimi baş tutdu. Tədbirin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak etdi. Sərgidə Heydər Əliyev mərkəzinin rəhbəri Anar Ələkbərov və digər rəsmi şəxslər çıxış etdilər. Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva əsərlərlə tanış oldular. Sərgidə müəllifin yuxulara səyahət, pişik qız və çıspağa rəqsi, yelpik və albalı, ürəklə qız, günəşin uşaqları, Hind fili və kəpənəklər kimi ilk dəfə məhz Bakıda tamaşaçı qarşısına çıxartdığı əsərlər yer alırdı. Andrey Astaşovun əsərlərini fərqləndirən amillərdən biri də miniatürdür. Bu isə memarın ustadlığını bir daha nümayiş etdirir. Onun əsərlərində gözəllik mütləqdir və o, artıq yox olmaqda olan estet filosoflar nəslinə aid rəssamlardandır. Heykəltaraşın yaradıcılığında Uzaq Şərq regionunun məişət əşyaları və tətbiqi sənəti, samuray və Teddy oyuncaq aylarının, nağıl şahzadələrinin və şamanların təsvirləri xüsusi yer tutur. Onun əsərləri Belarusun Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında Avropa və Asiyada şəxsi kolleksiyalarda saxlanılır. Heykəltaraşın fərqi sərgiləri Monako, Paris, Pekin, Sankt-Peterburg, Tbilisi, Şanxay, Viyana və sair şəhərlərdə də sərgilənib. Sərginin əsas mövzusu insan duyğularına, daxili dünyanın gözəlliyinə həsr olunur. Məhz ona görə də sərgi Qızıl Gülün Sirri adlanır. Təsadüfi deyil ki, heykəltaraş bizi yenidən bu dərin və gözəl səyahətə, öz daxili dünyamıza dəvət edərək eksponatlarının mənasını tapmağa və bu prosesin iştirakçısına çevrilməyə çağırır.